Uşaqlar, bugün sizinlə məşğələmiz bədii təfəkkür və nitqin inkişafıdır. Mövzumuz isə əyləncələrdən, mən də əyləncəsidir. İki uşaq arasında olan dəyişmədir. Və siz də iki uşaq seçdiniz aranızdan. İnci və Mələknuru seçdiniz. Gəlin görək onlar necə dəyişəcəklər. Denən görüm İnci. Başda səndən başlayaq. Denə, gəl gedək bağa. Çıxaq budağa. Şaftalı yığaq. Bağban gələr. İti qısqırdar. İt mənə hürər. Mələknur mən demədə deməməli idi. Maraqlı idi dəyişməmiz. Alqışlayaq iştirakçılarımızı.